%100 təlim deyilən bir şey mənə görə yoxdur. Və ondan sonra bu iş mənim üçün olur 1 dəqiqəlik. Hər dəfə eyni şəkildə, eyni tempdə, eyni sürətdə işləyə bilməzsən. Bəzən həqiqətən də hoqqa verməyə ehtiyac yoxdur. Əhməd xan, salam. Xoş gəlmisən bizim podkastımıza. İstərdim bir qısaca izləyicilər tanısın, ondan sonra davam edək mövzularımıza. Salam. Birincisi dəvət üçün təşəkkür edirəm. Mənim üçün xoş oldu. Qısa olaraq özümü təqdim edeyim. Əhməd xan Həsənov, İnsan Resursları Analitikası və Sistemləri şöbəsinin rəhbəriyəm. Bundan başqa, həmçinin Kuba Akademiya adlı təlim şirkətinin rəhbəri və təlimçisiyəm. Artıq 7 ildir bu sahədə fəaliyyət göstərirəm. Okay. Əlavə olaraq da HR Excel istifadə edir kitabının müəllifiyəm. Bugünkü videonu ancaq təlim mövzusuna adayaq. Hansı növ təlimləriniz var sizin orada? Bizim təlimlərimiz əsasən analitik proqramların tədrisidir. Əsasən Excel, Power BI, SQL, Python, bunlarla yanaşı statistika və data əsaslı qərar vermə. Və bir də bunların paket halında olanı var, data analitika paketimiz. Bu şəkildə fəaliyyət göstəririk. Əlavə olaraq müəyyən özüm HR olduğum üçün bu sahədə çalışanlar üçün HR-lar üçün Excel, HR analitika təlimlərimiz var ki, bunlarda tədris edirik. Mən düşünürəm ki, müştərilərinizin, tələbələrinizin yarısı bəlkə də HR-dır, yarısı digər sahələrdən olanlar. Mənim təqribimcə. Demək olar ki, bəli, yəni burada müxtəlif faktorlar var. Yəni həm özümün bu sahədə işləmiş olması və həmçinin də sırf bu sahə üçün xüsusi təlimlərimiz, təbii ki, burada kitabın rolu və s. Demək olar ki, təlimlərimizdə 40%, 50% insan resursuna çalışanlar iştirak eləyir, amma bu biraz pərakəndə şəkildə formalaşıb hal-hazırda. Yəni əsaslı şəkildə mən HR analitik olmaq istəyirəm və yaxud da bu sahədə reportlar və s. hazırlamaq istəyirəm şəklində deyil. Yəni əsasən müəyyən belə də Excel biliklərini inkişaf elətdirim, gündəlik işlərimi rahatlaşdırım, daha sadə şəkildə hesabatlar hazırlayım. Yəni bu məqsədlə gəlirlər. Yəni köklü bir ciddi səbəblər üzərində yox, sırf gündəlik işlərini belə deyək də aşırtmaq, daha sürətli hala gətirmək bunun üzərində. Onda belə bir sual ortaya çıxır. İnsan resurslarına təzə daxil olan bir nəfər gəlib sizdə lazımi bütün biliyini öyrənə bilərmi? Dediyim kimi, mən özüm artıq 8 ildir bu sahədə fəaliyyət göstərirəm. 7 ildə təlim fəaliyyətim var və həm öz formalaşan biliklərim, həm təlim sahəsində olan bu digər yeni metriklər olsun və s. olsun, bunlara hakim olduğum üçün təlimlərimizdə bunlara üstünlük veririk. Gələn hər bir belə bu sahədə çalışan iştirakçı HR-da istifadə edəcəyi bütün texniki bilikləri, həmçinin nəzəri bilikləri və sənin də vurğuladığın kimi, yəni söhbət burada məcəllə və yaxud da nə bilim əməliyyatla bağlı işlər bu biliklərdən getmir. Sırf HR analitika tərəfdən gedir və müəyyən avtomatlaşdırma proseslərindən gedir. Bu sayədə bütün bilikləri əminliklə əldə edə bilərlər. Ümumiyyətlə %100 təlim deyilən bir şey mənə görə yoxdur. Yəni üzr istəyirəm kimsə bunu vurğulaysa, mənim aləmimdə bu yalan məlumatdır. Yəni təlimçi və yaxud da təlim şirkəti %100 öyrədə biləcək deyə bir şey yoxdur. Mənə görə təlim şirkəti və ya da təlimçi maksimum 80% nəyisə verə bilər qarşı tərəfə. Onun özünün də bilmədiyi şeylər onu mütləq 100-ə şəkildə var. tamamlamaq iştirakçının öz əlindədir. Məsələn, bir qrupda ortalama deyim də, adətən belə istəkli, həqiqətən də öyrənmək üçün, yəni əksəriyyəti şey üçün gəlir, yəni quş qoymaq üçün ki, bu missiyamı tamamladım. Və yaxud da şirkət ona bir öhdəlik qoyub ki, get Excel öyrən gəl. Və yaxud da kimdənsə eşidib ki, Excel öyrənsən, sən iş tapacaqsan. Həqiqətən də istəkli şəkildə, yəni planlı şəkildə mən bunu öyrənəcəm, bunları eləyəcəm və s. özümə bir xeyir olacaq. O məqsədlə, öyrənmə məqsədlə gələnlər 20-30% təşkil edir. Yəni mənim ümumi, yəni bu dediklərim nisbi rəqəmlərdir təbii ki. Yəni bəzilərində doğruluq payı az da ola bilər, çox da ola bilər, amma ümumi mənim müşahidə etdiyim budur ki, əksər hallarda çox gələn hissə yəni bu məqsədlə gəlmir. Əslində çox geniş bir proqramdır Excel-in özü. Yəni bunun içərisində o qədər hesabatlıq hazırlamaq olar ki, bu HR-ları avtomatik növbəti mərhələyə çatdırır. Və indi HR-ların sahələri var. Amma bu analitika tərəfi bildiyim qədərilə Azərbaycanda yəni hər kəs bunu bilmir. Açıq mən özüm də özümü bəzən HR analitik kimi tam olaraq belə də
ürəkli şəkildə qələmə verə Sən, bilmirəm. sən onu eləmirsənsə Çünki bizdə yeni formalaşan bir sahədir və həmçinin data analitikanın özü belə bizim ölkə üçün, bizim şirkətlər üçün yeni formalaşan, üzərində yeni belə deyək də nələrsə eləmək istədiyimiz sahədir. Burada ən önəmlisi biz Excel deyəcəyik tez-tez gedişatda. Buna da aydınlıq gətirək. Niyə Excel-dən çox danışırıq? Çünki Excel hələ ki bu işlərdə təməl əlifba sayılır və bu günləri bazara çıxaq, elə HR-ları götürək. HR-da buna indiyə kimi tələbat olmayıbdı. Çünki daha çox sənədləşmə, işə qəbul, yəni HR bu şəkildə formalaşıb. Hamının gözündə bu günlər HR deyəndə gəlin baxaq da. rutin sənədləşdirmə işlərini Bəli, görən adam daha kimi çox görülür. bunlar. Yəni Təəssüf bunun ki. tarixinə getməyəcəm. O referatlıqdan, katibəlikdən və s. sonra HR-a keçid. Bunlara Yox, əslində danışmayacağam. reallıqdır da. Yəni Hə. bir 10 il bundan qabağa kimi Yox bu idi. pozisiya Yəni yox kimi bir şeydir. Yox idi və katibə vəzifəsi Azərbaycanda sənəd, bəli, sənəd sünnət işləri ilə məşğul olanı. Sonra dedilər ki, hə, tamam, işini işə götür, işdən çıxar. Bunu eləyə bildisə olurdu HR menecer. Özüm təcrübədə bunlardan rastlaşmışam öz işlədiyim yerlərdə və s. Bəzən deyirlər ki, məsələn, data analitika üçün əslində Excel gərəkli deyil. Bununla müəyyən şeydə razıyam. Çünki artıq böyük datalarda Excelin verimliliyi o qədər də yüksək deyil. Məsələn, bu işləri daha çox yəni databaselər SQL-də qurulur. Oradan bir çox sorğularla və s. istənilən məlumatlar əldə edilə bilir. Bunun vizuallaşması və ya da modelləşməsi deyək ki, Python-da gedə bilər, R-da gedə bilər. Məsələn, vizuallaşma Power BI-da və ya da Tableau-da gedə bilər. Yəni Excel burada biraz kənarda qalır. Amma dediyim kimi, bu günlərim Excel bizim üçün bir əlifbadır. Bu bir. İkinci də ki, hamımıza doğmadır. Niyə? Məsələn, Python və s. proqramları hardansa eşitmək, araşdırmaq və s. də. Amma Excel-də yəni kompüter açsan gözünün qabağındadır. Klikləsən belə var. Belə bir sual da ortalığa çıxa bilər. Əsasında bu sahəyə təzə gələnlər verə bilər ki, bunlar mənə nəyimə lazımdır ki, mən sənədləşmə işlərini eləyim. Bunların üçün dezavantaj nədir? Baxın, məsələ nədir? Mən həmişə belə bir misal çəkirəm. Deyək ki, bu stakanımız olsun da. Hı -hı. Fərz edək ki, bu hələ kəşf olunmayıb. Xəbərsiz bu nə işə yarayır? Yəni bunu kəşfindən xəbərsizsən, nə işə yaradığını bilmədən sən bunu müəyyən eləyə bilərsənmi? Bu mənim işimə yarayır ya yox. Təbii ki, yox. Deməli əvvəlcə bir araşdırma, bunun nə işə yaradığını sənə qarşı tərəf ötürməli ki, bax bunun içinə su tökəcəyik, su içəcəyik və s. və s. Ondan sonra sən müəyyən eləyəcəksən ki, ha, bu mənim işimə yarayırmış əslində. Excel bizə nə qədər lazımdır? Bəs bu sualın cavabı. Baxın, bu gün bütün ofis işlərində A-dan Z-yə sayaq. İstər katibəsindən tutsun, istər hər hansı bir sahənin departament müdirinə qədər. Excel-də işləyirik də, düzdür? Hər hansı bir proqram işlətsək belə, ən sonda bir hesabat almaq üçün nə edirik? Təbii ki. Export to Excel deyirik də, düzdür? Proqramda, bütün proqramlarda var bu. Yəni ən basitindən bu şeylər də lazımdır. HR-da biz nələri Excel vasitəsilə daha rahatlaşdıra bilərik? Yəni bu günlərim sənəd formaları daha çox nədə yazırıq? Ofis proqramlarında. Word və daha çox. Amma sadə bir neçə funksiya ilə biz Word-ı aradan çıxarda bilərik. Məsələn üçün işçinin fin kodu ilə bütün lazımi sənədləri doldurub, hətta avtomatik çapa belə verə bilir. Mən işdə bir dəfə bunu elədim. Toplu şəkildə vəzifə dəyişikliyi olan bir dövr idi. Hamının toplu vəzifəsi dəyişməlidir, əmək haqqısı dəyişməlidir. 150-200 işçinin eyni anda vəzifənin dəyişməsindən, əmək haqqısının dəyişməsindən. Sadə formada Excel-də bir şey hazırladıq. Siyahını verdik, o 200 nəfərin siyahısını. Qarşısında məsələn fin kodu, vəzifəsi və deyək ki, əmək haqqısı. Müəyyən bir düyməyə vurduq. Getdi çayımızı içməyə. Bir bütün işçiləri lazım yerə sənədlərdəki o adlarını və s. qoyurdu. Özü çapa verirdi, PDF-ində saxlayırdı. Və salam. Yəni 200 nəfər harısı təxminən 10-15 dəqiqə ərzində bu proses həll oldu. Eləcə də bunun kimi ən qədər mən sizə öz təcrübəmdən işlər saya bilərəm ki, bütün bu prosesi HR Excel-də qura bilsə, bu günlərim ay mən çatdırmıram, işim çoxdur kimi sözlərin bir çoxu kəsiləcək. Biraz silah kimi də istifadə edənlər var. Deyir ki, "Yo, mənim işim çoxdur." Başını, yəni rutin işlərlə qatır. Açığı deyim, mən tələbələrimə həmişə deyirəm, ki, mən Excel-i yaxşı bilirəm də və işlərimin çoxunu avtomatlaşdırmışam. Və mənə tapşırıq veriləndə, deyək ki, deadline qoyublar ki, 5-ci gün təhvil verin. Mən başlarda o həvəsdə olduğum vaxtlarda bir günə həll eləyirdim, verirdim, top, əla, super falan. Gələn dəfə eyni tapşırıq mənə bu səfər 5-ci gün üçün yox, 3-cü gün üçün qoyulurdu. Amma yenə verirdim, bir günə bunu təhvil verirdim məsələn və o deadline gəldi, çıxdı eyni günə. Bu gün verən bu gündə mənə təhvil verir. Onu görüb axı, bunu bir günə verə bilir də. Məsələn, mən niyə bunu 5 günə istəyim ki də? Amma reallıq odur ki, mən hər gün eyni düşüncədə, eyni necə deyək, əhval-ruhiyyədə, eyni iş tempində olmurdum da. Mən açıq olmuşam. Bəzən müdirə demişəm ki, müdir, bu gün əlimi ağdan qaraya vurmamışam da. Yəni işləyən kimi görsənmişəm, amma heç nə. Yəni insan normaldır da bu psixoloji vəziyyət. Bəzən ola bilər gec yatmısan, gec durmusan, həmin gün işləmə həvəsin yoxdur və s. Hər şey ola bilər. Hər dəfə eyni şəkildə, eyni tempdə, eyni sürətdə işləyə bilməzsən. Ona görə deyirəm ki, tamam bu şeyi bilsəz bilə.
sizə nə vaxt qoyurlar? 5-ci gün deadline-da Nə düzdür. pis adamsınız. Birinci gün hazır eləyin. Amma 4 gün sonra verin. Bəzən həqiqətən də hoqqa verməyə ehtiyac yoxdur. Yəni sən Basic super şəkildə bilirsən. ver Yəni bizim getsin. ən böyük problemlərimizdən biri odur. Məsələn, mən Excel super bilirəm. Başlarda mən də bu cür eləyirdim. Excel olmasın istənilən bir şey. Əlimdən gələn ən yaxşısını eləyib ortaya çıxartmaq Maksimalist istəyirəm. düşüncəsində doğrusu. Amma sonra fikirləşdim ki, bu əziyyətə dəydimi? Yəni nəticədə bu işi bir dəfə görəcəyik. Ona görə deyirəm ki, təlimlərdə baxın işə. Əgər bu iş sizin üçün periodikdirsə, yəni hər gün eləyirsinizsə və yaxud da hər həftə, hər ay, yəni bəlli bir zaman periodunda eləyəcəyiniz işlər var da. Bu şəkildə bir işdirsə, mən orada razıyam. Siz götürün, 3 gününüzü, 5 gününüzü ayırın, o işi avtomatlaşdırın. Fərz edək ki, hər gün gördüyüm bir iş var. Mənim 1 saatımı alır. Bu ayda məsəl üçün 20 saat eləyəcək, ildə deyək ki 240 saat. Amma mən bir dəfə otururam, 10 saatımı bu işin avtomatlaşdırmasına ayırıram və ondan sonra bu iş mənim üçün olur 1 dəqiqə. 10 saat plus 240 dəqiqə. Artıq il ərzində 240 saat yox. Mən nə qədər sərf elədim bu işə? Bir dəfə 10 saat sərf elədim və hər gündə 1 dəqiqə. Çalışdığım yerlərdə xoşdur ki, nəyi müşahidə edirəm. Heç kim işçini səhər 9-dan axşam 9 bütün günü işləsin düşüncəsində deyillər. Bu çox önəmli bir şeydir. Məsələn, əsgərlikdə bir şey var da, əsgəri bekar qoymaq olmaz. Düzdür? Yəni bir çox şirkət rəhbəri sanki belə yanaşır da. Yəni tamam mən avtomatlaşdırmayım. Bu əziyyət çəksin. Qoy sənədi əlinə hazırlasın. Qoy filan işi əlinə görsün. Qardaş, niyə? İşlədiyim şirkətlərin birində mən ora gedəndə işçilərin davamiyyət prosesinin izlənməsi var idi ki, bir xanım işçi bu işi görürdü. Hər gün açırdı proqramı, davamiyyət proqramını. Məsələn, baxırdı Məmməd saat 9-da girib, məsələn 5-də çıxıb. Yazırdı ora 7 saat. Bu adam min işçilik bir şirkətdə və nəzərə al ki, növbəlisi var idi, normal 5 günlük rejim olan var idi, cəmlənmişi var idi. Hamısını nəzərə almaqla min işçini bu cür qeydiyyatla aparır. Bu adamın altı bazarı, bayramı yox idi. İşindən özünü ayırmağa, inkişaf etməyə vaxtı yox idi. Mən ora gedəndə söz verdim ki, bu prosesi 3 aya, 4 aya avtomatlaşdıracağıq və zarafat üçün bir söz dedim ki, siz sonra burada YouTube-a baxacaqsınız boş vaxtlarınızda. Mənə güldülər. Və prosesə başladıq. Birinci ay kütləvi səhvlər. Avtomatlaşdırmışıq prosesi. 70-80% doğruluq payı ilə işləyir. Həmin ay problemi tapdıq, keçdi ikinci aya. İkinci ayda başqa bir yerdən problem çıxdı. Bu səfər də məsələn yenə 100-150 işçidə yenə səhv var. Üçüncü ay artıq mənim özümün də ümidlərim qalmadı ki, bunu deyəsən bacarmayacağam. Və üçüncü ayda da səhvlə verəndə mən 3 gün psixoloji olaraq bir depressivləşdim. 3 gün işə belə getməmişəm. Üçüncü gün özümü toparladım. Dedim bir dənə baxım görüm də, yəni ümumiyyətlə nəticə nədir? Və çıxartdım ortaya analiz etdim ki, biz əslində 85% okeydir, avtomatlaşdırmışıq. Bu gözəl bir şeydir. Və bunun üzərində biraz da durub 90-95%-ə gətirə bilsəm, artıq heç nəyə ehtiyac qalmır. Hesabatımı hazırladım, getdim, otağa girdim, rəhbərim əsəbdən qıpqırmızıdır. Göstərdim ki, biz prosesi əslində bu qədər avtomatlaşdırmışıq. Hər ayda fərqli səhv çıxıb. Yəni birinci ay olan səhvlə ikinci ay olan səhv eyni şeydən qaynaqlanır. Bu inkişaf deməkdir əslində. Bəli. O səhvləri artıq hamısını demək olar ki, həll eləmişik. Gəlin 4-cü ayda test eləyək və ondan sonra qərarlaşdıraq da bu yolla gedək, getməyək. Və 4-cü ayda bunu test elədik, bütün səhvlər və biz baxdıq ki, prosesi 95% avtomatlaşdırdıq. Biz sadəcə bəsit bir alət üzərindən danışırıq. Excel. Bəzən sadəcə proqram bilmək lazım deyil. O şəkildə istifadə etmək lazımdır. Qabiliyyətimiz olmalıdır. Alqoritmik düşüncə deyirik də. Bu gün bizim tək böyük problemlərimizdən biri mənə görə o düşüncəyə çox da hakim deyil. Ümumi fonda isə dediyim kimi o texniki bilik, alqoritmik düşüncə çox önəmlidir. Yəni biz bu günlər bir sənəd formasını necə avtomatlaşdırmağın arxa planını düşünə bilmiriksə, hansı aləti verirsə verin işlədə bilməyəcək. Və bundan ötürü də Kuba Akademiyaya müraciət edin. O təbii də o. Orada sizi yaxşı bu hər bir şeyini öyrədəcəklər. Əgər yaxşı namizəd axtarırsınızsa, HR-ə müraciət edin. Orada sizə yaxşı CV-lər gələcək. Bundan sonra deməliyik. Əlbəttə ki. Demədiyimiz halda bizi olmalıdır, yəni heç kim qabağa çəkməyəcək. Əmin xan, təşəkkür edirəm. Bizim podkastı gəldin, maraqlı bilgilər verdin, şənləndirdin həm də izləyiciləri. Amma mən bilirəm ki, bunu biz davamlı edəcəyik, çünki sözümüz də üst-üstə düşür, mövzularımız da üst-üstə düşür. Bu səbəbdən bu videonu sonlandıracağıq, amma davam olacaq buna. Təbii ki, mənim üçün də xoş oldu. Həm dediyim kimi maraqlı oldu, həm düşünürəm ki, izləyicilər üçün də faydalı nələrsə deyə bildik. Sizin də dediyiniz kimi də, yəni bu mövzu o qədər genişdir ki, və yaxud da mənim danışmaq istədiyim o qədər yaxşı maraqlı şeylər var ki, bazarda bu gün o şeylərdən müəyyən qədər narazıyam. Sadəcə hardasa dilə gətirməkdə biraz çəkincəliyəm də və yaxud da bunun üçün uyğun şərait yoxdur. Yəni növbəti podkastda o şəraiti bu gün mütləq onu çözəcəyik hamısına. Təşəkkür edirəm sizə və komandanıza.
Bundan sonraki podkastlarda da inşallah eyni şəkildə davam eləmək mənim üçün də xoş olar. Sizdən təbii ki, o təklifləri gözləyirəm. Mənim üçün Mütləq, mütləq. belə okeydir hər şey. Əksinə deyim, çox xoşdur. Belə, bir daha təşəkkür sizə və komandamıza çəkdiyiniz əziyyətə görə. İzləyicilərə də təşəkkür eləyəcəm burdan. Yəni müəyyən bir müddətlərini ayırıb bu podkasta baxdıqları üçün.